gedən damarlarda qan dövranının pozulması nəticəsində ürəkdə oksigen çatışmazlığı, bu vəziyyət stenokardiyadır. Yəni ürəyə gedən qan damarlarında qan dövranı pozulur və bunun nəticəsində əmələ gəlir. Bu miokard infarktı deyil. Bu fərqli bir vəziyyətdir və həmin insan döş qəfəsində ağrını hiss edir. Və bunu yaradan amillər, yəni bunun yaranmasına təkan verən amillərin biri emosional stressdir. Birdən-birə şad xəbər və ya bəd xəbər eşitmək müəyyən yaşdan sonra düzdür, hal-hazırda gəncləşib bu stenokardiya və bunun içində alkoqoldan sui-istifadə, siqaretdən sui-istifadə də var və piyələnmə və şəkərli diabet kimi amillər də var ki, bunun yaranmasına şərait yaradır.